Qazıntıçının yoxa çıxması. Mərəndin yaxınlığında Tavuz Gülü adında bir kənd var. İndilər boşdur. Bir neçə sınıq qəbirdaşı, bir dənə də qəribə təpə qalıb. Bir neçə il qabaq bir dəstə arxeoloq o təpənin altında qəribə cizgilər tapdılar. Sanki küçələrin, ev divarlarının xəritəsi idi. Bir gecə tədqiqatçılardan biri gündəliyində belə yazıb. 3-cü qatda tapdığımız şey bura aid deyil. Lövhədir. Amma yazılar mixi deyil. Tamam başqa şeydir. Ertəsi gün o adam yoxa çıxdı. Kameranın son qeydinə görə torpağın altından bir səs gəlirmiş. Qayıdış yaxındadır. İndi o təpə lentlə bağlanıb. Heç kəs yaxın buraxılmır. Amma bəziləri deyir, hələ də gecələr oradan pıçıltılar əşidilir. Əgər sən də Azərbaycan torpaqlarının gizli sirlərinin dalısınsan, bu səhifəni izlə.